Mən dostlar, Pushkin küçəsidir bura. Yeni bugün avtobus zolağı bura çəkildi. Yəni bir çoxları deyirdi ki, burada avtobus zolağı kömək eləməyəcək. Çünki əsas problem odur ki, burada Uzeyir Hacıbəyli küçəsindən daha uzun svetofor fazası verirlər. Ta ki bu küçəyə verirlər xüsusilə pik saatlarda 5 dəqiqə, 7 dəqiqə, bu küçəyə verirlər 10 saniyə, ta ki 15-20 saniyə maksimumda. Amma əsas məsələ nədir? Avtobuslar artıq orada tıxacda qalmır. Birbaşa svetoforun qabağına gəlir. Görürsüz 3 dənə, 4 dənə avtobus burada toplaşıb və indi svetofor yanan kimi birinci məhz bu avtobuslar keçəcək. Fikir verin, bax bu öz zolağı ilə keçirlər. 1, 2, 3, 4 dənə avtobus buradan keçdi və hamısı, hətta 5 avtobus. İndi bilməm 5-ci çatdıracaq yoxsa yox. Baxaq görək, hələ ki yaşıldır. Bəli, keçir, bu da keçir və çox güman ki bu da keçəcək. Bəli, bu da çatdırdı, bu da çatdırdı, keçdi. Hə, burada biraz konflikt zonası var. Yəni 5 avtobus bir fazada burada çatdırdı ki, keçsin bu yolu. Bu avtobuslar əvvəllər, bax burada, o tərəfdə qalırdılar avtobuslar. Görürsünüz, ekspres avtobuslar da keçir, çox önəmlidir. Avtobus hava limanına gedən, mütləq bu avtobus öz qrafiki ilə getməlidir və yollar daraldı, qətiyyən xeyr. Burada 4 zolaq necə var idi, avtomobil zolağı elə də qaldı. Amma hətta mənə görə burada bir avtobus, bir hərəkət zolağını vermək olar velosipedləri, bax o qıraq zolağını. Yəni burada zaten, yəni buradan dönən avtomobillər çox deyil. Heç vaxt tıxacı olmur da belə deyə. Rahatlıqla onu velosiped zolağına versək, tam olaraq Pushkin küçəsi olacaq insan yönümlü küçə.